Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Qardaş soruşur ki, yəni xaricdə yaşayıram. Orada bir nəfər var, ermənidir, İslamı qəbul edib, müsəlmandır, məscidə gedir. Və deyir, Xocalıda baş vermiş terrorla bağlı, hansı ki, erməni kafirlərinin müsəlmanları qətl etməsi ilə bağlıdır söhbət düşəndə və oğlan deyir ki, hansı ki, İslamı qəbul edən erməni deyir ki, bəs əcəb eləyiblər, yaxşı eləyiblər, yerində eləyiblər və s. Deyir, bunu dedi, qardaş saymaq olarmı? Əlbəttə ki, qardaş, əziz qardaşım, yəni əlbəttə ki, həmin o insana başa sal ki, yəni İslam terrorun əleyhinədir. İslam heç vaxt insanlara əmr etmir ki, gedin dinc əhalini öldürün. Yəni, sən müsəlmansansa, İslamı həqiqətən, səmimiyyətlə qəbul etmirsənsə, sən bilməlisən ki, o ermənilərin etdiyi, erməni kafirlərinin etdiyi terrordur. O, dinc müsəlmanlara qarşı olan bir terrordur, faşizmdir və qətliamdır. Sən onları tərifləməyin, onlara bəraət qazandırmağın, bu küfürdür. Onlara bəraət qazandırmağın küfürdür. Yəni, kafirlərin müsəlmanları yerində düz etdiyinə, düz edib, yaxşı edib öldürmələrini deməyin, bu küfürdür, qardaş. Yəni, sən birinci dini yaxşı öyrən. Əgər İslamı qəbul etmirsənsə, birinci bu İslamı dini yaxşı öyrən. Onu başa salmaq lazımdır. İkincisi, sən necə doğru düzgün mənhəc üzərindəsən ki, sən qətliyamı tərifləyirsən. Qətliyamı tərifləyirsən. Adam öldürməyi, haqsız yerə körpü uşaqları öldürməyi tərifləyirsən, yaxşı eləyib deyirsən. Necə ola bilər bu? Ona görə o adam indi İslama deyibsə ki, İslama gəlib, müsəlman olmuşam, meclidə gedib gəlir, lakin o birisinin dinini bilmir. O birisinin cahildir, ona başa salmaq lazımdır, öyrətmək lazımdır. Lakin onun etiqadı, belə etiqad etməsi və deməsi ki, yaxşı eləyiblər və s. tərifləməsi, bu küfürdür və bu problemdir. Və həmçinin ona başa salmaq lazımdır ki, o insan bilsin ki, belə demək olmaz. Yəni, İslam dini belə şeyləri qadağan edir. Yəni, kafirlərin müsəlmanları öldürməsinə, onları qətl etməsinə sevinmək, onlara bəraət qazandırmaq ki, yaxşı eləyiblər, doğru ediblər, bu küfürdür. İnsanı millətdən çıxardacaq qədər küfürdür. Ona görə ehtiyatlı olsun, ola bilsin bilmir, ola bilsin qəlbində hələ də erməni sevgisi qalıb, millət sevgisi qalıb, İslam dini təəssüblüğü qadağan edir, təəssübkeşlik. Və sən İslam dini seçmirsənsə, din olaraq özü seçmirsənsə, artıq sən öz millətin küfr olduğuna görə onun əməllərini tərifləmək lazım deyil. Ona görə başa salmaq lazımdır, ola bilsin cahildir, bilmir hələ, təzədir, başa salmaq lazımdır sadəcə. Lakin başa salmaq lazım küfürdür. Bu əməl küfürdür, qardaş. Qətliyamı tərifləmək, müsəlmanların qətlinə sevinmək, onların doğru olduğunu etiqad etmək, yaxşı elədiklərini etiqad eləmək, qardaş, bu küfürdür. Düzgün deyil. Allah bir dada olsun. Həmçinin, qardaş, bayaqki sözümə onu əlavə edə bilərəm ki, Rasulullah sallallahu aleyhi ve sellem baxsaq görərək ki, kafiri belə hansı ki, öldürməyə qadağan edib, o insan ki, dinc əhalidir. Dinc əhalidir, dinc insanlardır. Onlara öldürmək, onlara qətliyam etmək, qətl etmək, terror etmək qadağan eləyib. Necə yəni? Belə İslam dini bunu əmr etmir bizə. Hətta hədisdə varid olub Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, zimmini öldürən, müstəmini öldürən, muahhədi öldürən insan cənnətin iyini belə doymayacaq. Hansı ki, kimdir zimmi, kimdir? Zimmi o kəsdir ki, müsəlman ölkəsində yaşayır, ona özünə vətən seçib və cizyə verib yaşayır. Həmçinin müstəmin kimdir? Gəlir müsəlman ölkəsinə gedir, əmin-aman ölkədə gəlib ora gedir, ona toxunulmazdır, toxunmaq olmaz ona, öldürmək olmaz. Həmçinin muahhəd kimdir? Muahhəd o kəs ki, kafirdir, əhd alınmış kafirlərdir. Yəni, onları belə öldürməyi İslam qadağan edir bizə. Hətta deyir, öldürən insan cənnətin iyini belə duymayacaq, hansı ki, cənnətin iyi neçə illik məsafədən gəlir. Necə ola bilər ki, müsəlman toplumunu, müsəlman bir cəmiyyəti, bir kəndi, bir şəhəri məhv eləyəsən, terror eləyəsən, onları qətl eləyəsən və hansı bir müsəlman özünü İslama nisbət eləyən desin ki, mən müsəlmanam və buna sevinsin və hətta desin ki, yaxşı eləyiblər.
Ona görə o insana başa salmaq lazımdır ki, yəni sən dinini düzgün öyrən. Əgər sən bu dini həqiqətən də qəbul etmirsənsə, bu dinin qayda qanunlarını da qəbul etməlisən. Bu dinin tələb etdiyi qaydaları da qəbul etməlisən. Onlarla yaşamalısan. Hətta doğru düzgün İslam dairəsində qalasan. Hətta mənhəcin salamat olsun. Bu nə mənhəcdir ki, sən başqa kafirlərin, erməni kafirlərin müsəlmanları qətl etməyini sevinməyinə mənhəcdir ki bu. Onu başa salmaq lazım. Sadəcə onu başa salmaq lazımdır. Ola bilsin bilmir, ola bilsin təzədir. Çünki küfrdən gəlib, küfrün içərisindən gəlib, qəlbində təəssüblük var, təəssübkeşliyi var millətinə, millətpərəstliyi var yəqin ola bilsin. O baxımdan, baxmayaraq ki, milləti kafirdir və özü İslam'a gəlsə də qəlbində təəssüblük qalıb ola bilsin, bilmə cahildir. Hər bir halda başa salmaq lazımdır. Allah bir daha doğrusun.